Salam. Biz bugün fiqurlardan üçbucaq sayının tapılma qaydalarını öyrənəcəyik. Gəlin baxaq birinci şəkilə. Birinci şəkil orta məktəbdən hər birimizin tanış olduğumuz, öyrəndiyimiz sadə bir üçbucaqdır. Hal-hazırda burada bir dənə üçbucaq var. İkinci şəkildə isə təpədən çəkilmiş hündürlük, yəni qarşı tərəfə çəkilmiş hündürlük zamanı baxırıq ki, burada 2 dənə bölgü yaranıb, 2 dənə, yəni üçbucaq yaranıb. İndi burada üçbucaq sayının tapılmasını sanayaraq da tapa bilərik, amma bəzən böyük şəkillərdə tapmaq bunu çətin olacaq. Yəni bunların da hər birinin özünün həll qaydası var, yəni tapılma qaydası var. Bu sadə şəkildir, buradan tapmaq mümkündür. Məsələn, deyəcəyik 1 dənə, deyəcəyik 2 dənə. Böyük üçbucağın isə özü 3 dənə. Deməli, bu şəkildə neçə üçbucaq oldu? 3 dənə. Amma biz bunu necə tapa bilərik? Ayrılmış bölgüləri nömrələyəcəyik 1, 2, sonra isə bunları toplayacağıq. 1-in üzərinə 2 gələcək, deyəcəyik 3. Deməli, ikinci şəkildə neçə üçbucaq var imiş? 3 dənə. İndi artıq həll yolu bəlli oldusa, davam edək. Nömrələyək 1, 2, 3. Gəlin baxaq. Görək üçüncü fiqurda indi neçədən üçbucaq var? 1 üzərinə gələk 2, üzərinə gələk 3, bu da bərabərdir 6. Deməli, bu fiqurda cəmi 6 dənə üçbucaq var. İndi gəlin dördüncü şəkildəki fiqurdan üçbucaq saylarını tapaq. 1, 2, 3, 4. 1 üzərinə gələk 2, üzərinə gələk 3, üzərinə gələk 4. Bu da eləyəcək bizim üçün 7, 9, 10. Deməli, dördüncü fiqurda, yəni şəkildə 10 dənə üçbucaq sayı var. Deməli, biz artıq bu tip sualları çox rahatlıqla həll edə bilərik.